Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina bil qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi teyyibine tahirinel masumin ve la'nud daimu ala a'daihim ecma'in minel ane ila qiyami yevmiddin. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz və hörmətli mümin qardaşlar, cümə iştirakçıları, bu mübarək gündə özümü və siz əziz qardaşları insanı dünyada və axirətdə xoşbəxt eləyəcək təqva sifətinə dəvət edirəm. Allah bizi dünyada təqvalı yaşayıb, axirətdə təqvaların sırasında məhşur olmağı hər birimizə kəramət eləsin inşallah. Cümə günüdür, mübarək gündür. Allah bu günün hörmətinə dualarımızı müstəcab eləsin. Rəvayətdə var, cümə günü günəşin üzərinə saçacaq hər bir şeydən xeyirlidir. Günəş kainatda, yer kürəsində nə qədərəm varlığın üzərinə saçırsa da, hədis buyurur, onların hamısından cümə xeyirlidir. Və hədisdə var, cümə günü Allah Teala yaxşılıqları, savabını 2 bərabər yazar. Ona görə mübarək gündür və Allah inşallah hər birimizin dualarımızı öz dərgahında ali dərəcədə qəbul eləsin inşallah. Əyyam-ı Fatimiyyədir. Həzrəti Zəhra salamullahi aleyhanın şəhadət günləridir. Təqribən ayın 24-də axırıncı xanımın rəvayətlərə görə şəhadət günləridir ki, 2 rəvayət arasında noyabrın 4-dən ta 24-nə qədər. Bu günlərdə xanıma müəyyən yerlərdə məclislər oldu, ehsanlar oldu. Allah hamısını ali dərəcədə qəbul eləsin inşallah. Xanımın rəvayətlərdə bir adı var, bir də ləqəbləri var. Adı ki Fatimədir. Ləqəblərini də eşidirsiniz: Tahirə, Mənsurə, Bətul, Zəhra, Siddiqə, Şəhidə, Mübarəkə, Mərziyyə, Raziyyə. Bunların hamısı Həzrəti Zəhra salamullahi aleyhanın adları və ləqəbləridir. Hərəsinin özünün geniş mənaları var, izaha ehtiyacı olan kəlmələrdirlər ki, bunlar İmam Sadiq ağa buyurur, mənim anamın Allah yanında bu adları və bu ləqəbləri var. Amma mən istəyirəm qardaşların xidmətinə çatdıram. O budur ki, inşallah hüccət kəlməsidir. Hüccət nə deməkdir? Hamımız eşitmişik də hüccət. Görürsən ki, Əliyyən vəliyullah, Əliyyən hüccətullah da deyərlər. Bu çox eşidirik, məsələn, hüccət. Hüccət, əgər sözün özünü məna eləsək, kəlmə olaraq dəlil, subut, fakt, buna ərəblər deyərlər nədir? Hüccət. Sənət, elə bir sənət ki, o sənətdə şübhə yoxdur. Yəni, %100 olan sözə deyərlər nə? Hüccət. Bir danışığını subut eləməkdən ötürü
müqabil tərəfə nəyisə də başa salmaqdan ötürü əlində olan fakta dəlilə ərəblər deyərlər nə? Hüccət. Bu hüccət kəlməsinin mənasıdır. Əhl-i Beyt imamlarına da hüccət deyərlər. Niyə? Çünki Allah tərəfindən insanları doğru olana yönəltmək üçün göndəriliblər. Ona görə deyə bunlar Allahın nəylərdirlər? Hüccətləridirlər. Bir dənə hədis var İmam Həsən Əskəri əleyhissalamdan xanım Fatimə-i Zəhra salamullah əleyhanın haqqındadır. Buyurur ki, Nəhnu Hucəcullah. Bizdir Allahın hüccətləriyik. Ummuna Fatimətu hüccətun əleyna. Anamız Fatimə də bizə hüccətdir. Bu bir dənə hədisdir. İmam Həsən Əskəri ağa buyurur ki, biz Allahın insanlara olan hüccətiyik, xanım Fatimə də bizə hüccətdir. Quran-ı Kərimdə bir dənə ayə var. Allah Məryəm surəsində buyurur ki, Aleykəssalam, Allah Məryəm surəsində buyurur ki, Vəzkur fil kitab-ı Məryəm. Bu kitabda deyir Allah Məryəmi də xatırla. İzintəbəzət min əhlihə məkənən şərqiyyə. O vaxt ki, öz ailəsindən çıxdı, başqa bir uzaq yerə üst tutdu Həzrət Məhəmməd. Vəttəxəzət min dunim hicabən və özünə bir yer düzəltdi görünməməkdən ötürü və ərsələ ileyhə ruhəna. Biz ruhumuzu ona göndərdik. Yəni, təfsir alimlər deyirlər, əgər burada məqsəd ruhdan Cəbraildirsə da, bəzi alimlər deyirlər ki, Cəbrail deyil. Orada ruhdan məqsəd başqa mələkdir. Çünki Cəbraili görmək məxsusdur Allahın rəsuluna və Əhl-i Beyt imamlarına və o cümlədən Həzrəti xanım Fatimə-i Zəhra salamullah əleyhiyyə. Yəni, Cəbraili çox peyğəmbərlər görməyiblər. Yəni, Əhl-i Beytin fəzilətlərindən biri də Cəbraili görmək və Cəbrailin səsini eşitməkdir. İndi bəzi qardaşlar ki, başqa məzhəbin nümayəndələridirlər, bizə işğal tutarlar ki, nəuzubillah, Həzrəti Zəhriyə vəhy gəlirdi. Yox, haşa. Vəhyin növləri var Quranda. Allah Teala buyur ki, və avhaynə ilə ummi Musa. Biz Musanın anasına vəhy elədik. Və avhaynə ilə nəhl. Biz arılara vəhy elədik. Təbii ki, bu vəhy ilə o vəhyin fərqi var. Bunlar ilhamatdırlar, ilhamdırlar. Sözümün canı buradadır ki, Peyğəmbərdən sonraki xanım Fatimə-i Zəhra salamullah əleyhiyyə qəm üz vermişdi. O 75 gün, 90 gün arasında Həzrəti Cəbrail xanım Fatimə-i Zəhra salamullah əleyhanın evində olardı və xanıma təsəlli verərdi. Və xanım Cəbrailin vasitəsindən rahatlaşardı və atasının çətinliyi ona çox da ağır gəlməzdi. Və niyə deyir ki, İmam Həsən Əskəri əleyhissalam, biz Allahın hüccətləriyik, xanım Zəhra, anamız Fatimə də bizə hüccətdir. Bunun mənası budur ki, əziz qardaşlar, Əhl-i Beyt imamlarına bəzi elmlər və məlumatlar xanım Fatimənin vasitəsindən gəlib. O ki, bir dənə kitab var, deyilər Səhifə-i Fatimiyyə, Həzrət Fatimənin kitabı
Cəbrail neçə gündə gətirərdi və Əli əleyhissalam yazardı. Orada bəzi məlumatlar var. O cümlədən tarixi məlumatlar, Qur'anın təfsiri və başqa hadisələr ki, qiyamətə qədər baş verəcək hadisələr orada qeyd olunmuşdu. Yəni, bəzi elmlər Həzrət-i Zəhradan Əhl-i Beyt imamlarına keçdiyinə görə və onun vasitəsindən onu ələ gətirdiklərinə görə İmam Həsən Əskəri əleyhissalam buyurur ki, biz Allahın höccətləriyik, anamız da Zəhra bizə höccətdir. Bir mənası alimlər buyururlar ki, xanımın imamlara höccət olmağının mənası budur. İkinci ki, bu hədisdən istifadə olunur, o budur ki, əziz qardaşlar, bir var maddə aləmi, bir var nur aləmi, lovh-i məhfuz, ənvar aləmi. Orada ki, Allah Teala insanların ruhunu xəlq elədi. Orada ki, Allah Teala insanlardan əhd aldı. Yazırlar ki, rəvayətlərdə var, ilk xəlq olunan nur Həzrət-i Fatimə-tü Zəhra salamullah əleyhanın nurudur. Allah Əhl-i Beyt imamlarını, Peyğəmbəri Həzrət-i Əliyi Həzrət-i Zəhranın vasitəsilə tanıtdırır. Rəvayətdə var, deyir, mən haulai, Adəm əleyhissalam deyə soruşdu, bunlar kimdilər? Bu nurlar ki, ərişdə yaranıblar, ərişin sağ tərəfində, deyir, Cəbrail əleyhissalam buyurdu ki, hum Fatimətun və əbuha və bə'luha və bənuha. O Fatimədir, evladlarıdır, həyat yoldaşıdır və atasıdır. Yəni, Allah nur aləmində ilk xilqət kimi yaratdığı xilqət Həzrət-i Fatimə-tü Zəhra salamullah əleyhanın nurudur. Əhl-i Beyt imamlarının anasının nurudur. Peyğəmbərin qızının nurudur ki, o nurun vasitəsindən Allah Teala imamları xəlq elədi. Ona görə İmam Həsən Əskəri əleyhissalam buyurur ki, nəhnu höccətullah, biz Allahın höccətləriyik, anamız da bizə höccətdir. Dedik, biri budur ki, bəzi elmlər xanım Fatimənin vasitəsindən Əhl-i Beyt imamlarına çatıb və biri də budur ki, Əhl-i Beyt imamlarının nurunun mənbəyi Həzrət-i Fatimə-i Zəhra salamullah əleyhadır. Hardan deyirik? İnnə ətəynəkəl kəvsər. Ya Peyğəmbər, biz sənə Kəvsəri əta elədik. Yəni, 11 imamın anasının nurunu əta elədik. O imamlar ki, gələcəklər, o bu xanımın nurundan xəlq olacaqlar. Yəni, nur aləmində. Məna aləmində Həzrət-i Fatimə-i Zəhra salamullah əleyhanın nuru xilqətin əvvəlində yaranan nurlardandır. Bu da bir mənası ki, İmam Həsən Əskəri əleyhissalam buyurur ki, anamız Zəhra bizə höccətdir. Yəni, biz onun bəzi bildiyi elmlərdən, Cəbrailin vasitəsilə ona deyilən elmlərdən bizə iris gəlib və biz onun nurundan xəlq olmuşuq. Və bir dənə də maraqlı nöqtə bu hədisdə budur ki, bütün peyğəmbərlər Allahla bəndə arasında höccətdilər. Yəni, peyğəmbərlərə baxanda görürük ki, peyğəmbərlər Allahın xəlqə, bəndələrə, insanlara olan höccətləridirlər. Yəni, Allahın sözünü çatdıracaq şəxslərdirlər. Amma bu hədisdə bir dənə incə nöqtə budur ki, əziz qardaşlar, İmam Həsən Əskəri əleyhissalam buyurur ki, biz Əhl-i Beyt imamları insanlara höccətik. Anamız Zəhra da bizə höccətdir. Yəni Allah Teala Həzrət-i Zəhreyi
məsum imamlara höccət təyin edir. Bu Həzrət Zəhranın məqamını çatdırır. Yəni dərk olunmaz bir məqamını. Yəni məsum imam buyurur ki, anamız Zəhra bizə höccətdir, bizdə xalqa. Amma başqa peyğəmbərləri görürsən ki, Allah Taala nəqarif insanlara höccət təyin edir. Bu Həzrət Zəhranın çox yuxarı, böyük bir məqamından xəbər verir ki, məsum imam buyurur ki, anamız Həzrət Fatimətüz Zəhra bizə höccətdir. Bu xanım Zəhra salamullah əleyhanın haqqında olan bir hədisdir ki, qısa şəkildə istədim qardaşların xidmətinə az da olsa bəyan eləyək. Amma xanım Fatimə Zəhra salamullah əleyhanı Allah Qur'an-ı Kərimdə bizə tanıtdırır. Qur'anda Allah Taala xanım Fatimə Zəhreyi Mübahilə ayəsində Peyğəmbərin yanında görür. Deyir, Nisa'əna və nisa'əkum. Ey Nəcran xristiyanlar, siz gəlin qadınlarınızı gətirin, biz də qadınlarımızı. Əgər əzvacana kəlməsi işləsəydi Quran, zövcələrinizi, onda bəlli olardı ki, Peyğəmbərin şərii xanımından söhbət gedir. Orada qadından söhbət gedir. Allah Taala orada Mübahilə ayəsində Həzrət Zəhreyi Mübahilədə Peyğəmbərin yanında bəyan edilir. Bu xanımın məqamından xəbər verir, xanımın dərəcəsindən xəbər verir. Və yaxud Kövsər surəsinin özü və yaxud İnsan surəsindəki onlar yut'imunə ta'amə alə hubbihi miskinən, yetimən və əsira. Onlar ki, öz yeməklərini Həzrəti Zəhra və Həzrəti Əli və Həsən Hüseyin ehtiyacı olan halda verdilər. Bir infaq var Qur'anın ayələrində, bir var İsar. İnfaq budur ki, sənin əlində 100 lari pul var, onun sən 50-sini, 70-ni, 80-ni infaq eləysən. Buna deyilir infaq, gözəldir. Allah Qur'an-ı Kərimdə möminlərin infaqından danışır. Bir də var İsar. İsar yəni fədakarlıq. Özünün ona ehtiyacın ola onu vermək. Bunu əhl-i beyt elədi. Yut'imunə ta'amə alə hubbihi miskinən, yetimən və əsira. Özləri ehtiyacda ola 3 gün arxa bir arxa oruç tutdular və öz yeməklərini verdilər. Buna deyilir İsar. Bu da Həzrət xanım Zəhra salamullah əleyhanın haqqında və o ailənin haqqında olan ayədir. Amma bir dənə də hədis var, əziz qardaşlar. İmam Sadiq ağa buyurur, anamız Fatimə Qədir gecəsi kimidir. Və mən ədrəkəhə fəqəd ədrəkə leylətəl qədir. Kim onu dərk eləsə, elə bil Qədir gecəsini dərk eləyib. Qədir gecəsinin ki, haqqında məlumdur Quranda. Allah Taala buyurur ki, Peyğəmbərə Bismillahirrahmanirrahim İnnə ənzəlnahu fi leylətil qədir və mə ədrəkə mə leylətul qədir. Həqiqətən biz onu Qədirdə nazil elədik. Quranı sən nə bilirsən, Qədir gecəsi nədir? Yəni, bu hədisdən anlaşılan budur ki, əziz qardaşlar, Qədir gecəsində olan xüsusiyyətlərin hamısı Həzrət Zəhranın vücudunda cəm olunmuşdur. Necə ki, Allah Taala buyurur ki, Qədir gecəsi bir gecə min aydan üstündür. Leylətul Qədr xeyru min əlfi şəhr. Yəni Allah Taala istəyir ki, o bir dənə gecəni gətirər veriyə 83 ilə bərabər. Yəni bu xeyir ki, bu 80 il ki, bu Qədr gecəsində var, Həzrət Zəhranın vücudunda da o xeyir bərəkət var. Onun hədisi bərəkətdir. Onun dünyaya gətirdiyi uşaqlar bərəkətdir. Onun həyat tərzi bərəkətdir. Yəni Qədr gecəsində nə varsa da onun hamısı xanım Fatimə Zəhranın vücudunda Allah onu cəm eləyir. Qədir gecəsində Cəbrail kimə nazil olar? Bizim əqidəmizə görə Cəbrail nazil olar Allahın höccətinə, Allahın vəlisinə. Buyururlar ki, Yəti biha Cəbrail Həzrət Zəhranın evinə hər gün gələrdi, o 80 gündə, 75 gündə. Buna görə İmam Sadiq ağa buyurur ki, anamız Zəhra Qədir gecəsi kimidir. Yəni, Qədir gecəsində olan bərəkət Həzrət Zəhranın vücudunda da Allah Taala
qərar verib. Və xanım Fatimə Zəhra salamullah əleyhanın evi elə bir ev idi ki, Peyğəmbərə məscidə açılan bütün qapıların bağlanmağı əmr olunanda dedi, bir dənə evin qapısı açıq qala, o da xanım Fatimə Zəhra salamullah əleyhanın evi idi ki, məscidlə yaxında idi və onun açıq qalmağına Allah icazə verdi. Cəbrail gələrdi, dayanardı o qapının ağzında. Əssalamu aleykum ya əhləl beytin nübüvvə. Salam olsun sizə ey Peyğəmbərin ailəsi. Ey elm mənbəyi. Əssalamu aleykum mə'dənil elm. Elm mənbəyi. Salam olsun sizə ey Cəbrailin gəlib getdiyi ev. Bu cürə ədəblə gələrdi Cəbrail, dayanardı o qapıda, salam verərdi, amma o qapıyı yandırdılar. İndi tarixi hadisədir. Bəzi rivayətlərə görə deyirlər, Əli əleyhissalam evdə idi, bəzi rivayətlərə görə deyirlər, evdə döyüldü və yaxud deyirlər ki, evdə idi, özü çıxmadı, siyasi bir məsələ idi, çıxsa istəyirlər ki, Əli əleyhissalam da orada qətlə yetirsinlər, məsələ tamamən aradan geçsin. Xanım Zəhra gəldi, dedi, biz əzalıyıq, dedi, əmoğlumdan nə istəyirsiniz, mən də Peyğəmbərin qızıyam. İstədi bu ünvandan əmr-i beyməruf eləyə, əmr-i beymərufu da anlamadılar. Tarixin ən çirkin, ən cinayətli səhnəsinə əl atdılar, Peyğəmbərin qızını şəhadətə yetirdilər ki, vilayətin şəhidəsidir. Allah inşallah bizi Həzrət xanım Fatimə Zəhra salamullah əleyhanın həqiqi tanıyanlarından və davamçılarından qərar versin inşallah. Allah aqibətimizi cümə günün hörmətinə xeyirli qərar versin. Allah inşallah Həzrət Zəhranı və Əhl-i Beyt imamlarını tanımaqda bizə lütf və ihsan eləsin. Allah bu cəmiin qəlbində olan dualarını müstəcab eləsin. Xəstələr var, Allah onlara şəfa kəramət eləsin. Allah çətinliyi olanlara fərəc nəsib eləsin. Allah İmam-ı Zaman ağamızın zuhurunu təcil eləsin. Allah bu az cəmi bir-birinə mehriban qərar versin. Allah bizim üzərimizdə hiləsi, planı, qurğusu olan düşmənlərin hiləsini, qurğusunu öz başlarına qaytarsın. Allah İmam-ı Zaman ağanın zuhurunu təcil eləsin inşallah. Allah bizi o həzrətin zuhuruna əhl eləsin. Dualarımız müstəcab olsun və selamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfi xusur illəl-ləzina əmənu və amilus salihat və təvəssəv bil-haq və təvəssəv bis-sabr və selamu aleykum və rəhmətullahi və bərəkatuh. Allahümmə salli alə Muhammed və ali Muhammed. Allahümmə salli alə Muhammed və ali Muhammed. Allahümmə salli alə Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina bil qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala vesiyyihi ve halifetihi Mevlana ve Mevla'l muvahhidin emirel müminin Ali ibn Abi Talib aleyhisselam. وعلى حبيبته أم الحسن والحسين سيدة نساء العالمين فاطمة الزهراء سلام الله عليها وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والقائم الحجة المهدي عجل الله تعالى فرجه الشريف أئمة المؤمنين وحداة المستضعفين عباد الله أوصيكم ونفسي بتقوى الله.
Əziz və hörmətli mömin qardaşlar, cümə iştirakçıları, yenə bu müqəddəs gündə özümü və siz, əziz qardaşları ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah inşallah bizi həqiqi təqvalardan qərar versin inşallah. Quran-ı Kərimdə 2 dənə ayə var. Bəqərə surəsinin 166-cı ayəsi və 167-ci ayəsi. Bunlar çox maraqlı ayələrdirlər və incə nöqtələrə işarə edirlər. Bismillahirrahmanirrahim. Və qaləl-ləzīnə ittəbə'u ləv ənnə lənə kərrətən فَنَتَبَرَّأُ مِنْهُمْ كَمَا تَبَرَّأُ مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ. Bu mübarək ayə o kəslərin haqqındadır ki, o kəslər dünyada Allahı unudub, Allahdan uzaq düşüb, Allahın dediklərindən uzaq yaşayıb, başqa adamlarla, Allahın istəmədiyi adamlarla otura, dura, Allahın icazə vermədiyi insanları qəlbinə sala, onları özünə örnək göstərə. Bu ayə ona işarədir. Allah icazə vermədiyi adamlara məhəbbət göstərə. Və qaləl-ləzīnə ittəbə'u. Belə deyərlər o kəslər ki, qiyamət günü məhəbbət göstərdikləri, onlarla ki, icazəsi yox idi onlarla otmaq, durmaq, onlarla deyir, oturub durduqlarına görədir, onlara itaət elədiklərinə görə ləv ənnə lənə kərrətən. Deyərlər, kaş bizə təkrar qayıtmaq bir ümidi olaydı. Fənətəbərrəu minhum kəmə təbərrəu minna. Necə ki, onlar bugün qiyamət günü deyir, o bizə fayda vermirlər, bizdən qaçırlar, biz də deyir, dünyada onlardan qaçıydıq. Bir ayədir ki, insan diqqətlə əgər üstə fikirləşsə, görək ki, məsələn, mən kimlə otururam, dururam, kimin məhəbbəti mənim qəlbimdə var, kimi özümə örnək götürmüşəm, Allahın mənə icazə vermədiyi adamları mən özümə örnək götürmüşəm, Allahın yerinə onu qoymuşam, onunla dostluq eləyirəm, onunla yaxınlıq eləyirəm ki, Allah icazə vermir. Qiyamət günü o adamlar bu adamı qoyub qaçacaqlar. Quran elə deyir. Deyir, kaş deyir, bizə qayıtmaq olaydı. Necə ki, onlar bizdən qaçırlar və bizi tanımayırlar, biz də onlardan qaçıydıq. Kəzəlikə yurihumullah ə'maləhum həsərat. Allah deyir, onların deyir, əməllərini həsrət olaraq belə göstərər. Onlar həsrət çəkərlər. Və buyurur ki, və ma hum bi xaricinə minən nar. Onlar heç vaxt cəhənnəm odundan xilas olmazlar. Quran-ı Kərimdə harda xulud kəlməsi var, xulud. Orada söhbət cəhənnəmdə əbədi qalmaqdan gedir. Bəzi alimlər deyirlər ki, xulud cəhənnəmdə uzun müddətli qalmağa deyilir. Ki, deyir, xalidinə fiha. Amma bu ayədən belə çıxır ki, və ma hum bi xaricinə minən nar. Onlar heç vaxt cəhənnəmdən çıxmazlar. Bunun mənası budur ki, əbədi qalacaqlar. Həmi Allah, həmi şeytan,
Həmi peyğəmbər, həmi kafir. Bunlar ikisi bir yerdə olmur. Ya Allah, ya şeytan. Ya kafir, ya peyğəmbər. Ya tağut, ya Allah. Quran nə buyurur? Quran buyurur ki, فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ فَيُؤْمِنْ بِاللّٰهِ. Sənin imanın iman sayılmaz o vaxta qədər ki, sənə icazəsi olmayan adamı inkar eləməyənə qədər, tağutu, zalimi inkar eləməyənə qədər. Gərək onu inkar eləyəsən, sonra imanın təsdiqlənə. Birinci inkardır, sonra iman. Ona görə bu ayə bizə buyurur ki, biz kimlərlə dünyada dostluq eləməliyik, kimləri özümüzə nümunə bilməliyik. Biz o kəslərlə dostluq eləməyək ki, qiyamət günü onları görəndə ki, onlar bizdən qaçır, bizə faydası yoxdur. Bir də təzədən dünyaya qayıtmaq arzusu eləyər insan ki, bunun da mənası budur ki, arzu eləyər, amma qeyri-mümkündür. Bu ayədən bir incə nöqtə də budur. Arzu eləyərlər, amma bu mümkünsüz arzudur. O ki, baş tutmaz. Rəvayətlərə görə qiyamətin çoxlu dayanacaqları var. O dayanacaqlardan bir buyururlar ki, rəvayətlərdə fəqət sükuta qərq olarlar. Quran buyurur, يَوْمَ نَخْتِمُ عَلَى أَهْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ. Deyir, o gündür ağızlarına mühür vururlar, deyir. Baxışlarından deyir, həsrət duyular. Sanki iltimas edir bir-birindən, kömək istəyir. Baxışlar. Bir dayanacağı budur. Bir dayanacaq budur ki, deyir insanlar, onlara görə ki, bu dünyada günah elədilər, Allahdan uzaqlaşdılar, bir-birlərini lənət eləyərlər, nifrin eləyərlər. Amma artıq gecdir. Bu ayə bizə onları bəyan edir, əziz qardaşlar. Bir salavat ehsan eləyək. Çox şey insana qiyamət günü həsrət amili olacaq. Rəvayətlərdə var, neçə şey insana həsrət amili olar, həsrət gözündə baxar. Biri budur ki, bir insanın rivayətlərdə var, əlində çoxlu imkan var, mal, dövlət var. Onu xarışlamır, Allahın istədiyi yerə qor gedir. Əgər ondan sonra onun varisi onu yaxşı yerə xərcləsə, bu həsrət çəkəcək. Yox, əgər pis yerə xərcləsə, bu şərik olacaq onun günahında. Çünki bir malı qov gedib ki, onun malından cəmiyyətdə günah yayılır. Bu adamlar həsrət çəkəcəklər qiyamət günü. Deyək, kaş, bu əlimdə olanı mənim özüm vaxtında, məsələn, Allahın istədiyi yerə, düz yerə xərcləydim. İkinci həsrət çəkənlər onlar olacaqlar ki, vilayəti, Əli əleyhissalamın vilayətini, imamətini olduğu kimi dərk eləyənmədilər, tanımadılar. Çoxlu ibadət elədilər, amma Əli əleyhissalamın vilayətini qəbul eləmədilər. Onlar da qiyamət günü həsrət çəkən insanların cərgəsində olarlar. Və eyni zamanda onlar ki, özlərinə dünyada düzgün dost və düzgün adamla əyləşib oturmağı seçmədilər, onlar da qiyamət günü həsrət çəkəcəklər ki, ya leytəni ləm ətəxiz filanən xəlila, ey kaş filan kəsi özümə dost tutmuydu. Bu adamlar da qiyamət gününə qayrar, həsrət çəkər. Zalimlər يَوْمَ يَعِزُّ الظَّالِمِ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِ اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا. Onlar ki, zülm eləyirlər. Onlar qiyamət günü həsrət çəkərlər, deyərlər ki, kaş Rəsulla bir yerdə olaydum. Rəsulu özümə dost tutuydum. 167-ci ayədə də buyurur ki, İztəbərrə əlləzittubi'u və ravul əzabət təqəttəət bihumul əsbab. Onlar ki, deyir, qiyamətin günündə
Kimlərə görəsə də bu dünyada günah elədilər, onunla dost dedilər, yaxşı oğlandı. Bu yaxşı oğlanın buna qiyamət günü köməyi dəyməyəndə görəcək ki, bu bundan qaçır və bütün əlaqələr deyir, kəsiləcək. O dostluq əlaqəsi ki, Allaha görə döy, o burada ya gedə-gedə soyuqluğa çevrilir, ya da düşmənçiliyə. Əgər bir dostluğun kökündə ağıl, fitrət və Allah yoxdursa da, o dostluq, baxın cəmiyyətdə, o dostluq gedə-gedə ya soyumağa tərəf gedir, bunlar ayrılırlar bir-birlərindən, ya da Allah göstərməsin, gəlir bir dənə düşmənçiliyə çevrilir. Nəinki bunlar sadə ayrılırlar. Dünyada bu cürədir, hələ qaldı ki, qiyamətdə. Qiyamətdə də bütün deyir, əlaqələr kəsiləcək. Ona görə dostluğun kökündə, fitrətində, əziz möminlər, ağıl, fitrət, vicdan, Allahın eşqi, məhəbbəti dayanmalıdır ki, o dostluqlar möhkəm olurlar. Amma başqa maddi dəyərlər üzərində olan dostluqlar görürsən ki, bir nəticə vermir bu dünyada. Və biz gələk elə bir şeyə aşiq olaq ki, elə bir şey sevək ki, o bizi qiyamətin ən ağır səhnəsindən qurtara bilsin, o da Allahdır. O da Allahdır. Biz gələk günbəgün, an-ba-an, hər yerdə o vadiyə tərəf addımlayaq, o tohidə tərəf bir cürə gedək. Çünki qiyamət günü hər kəs səndən uzaqlaşacaq. Quran buyurur ki, insan, Məaric surəsində deyir, insan deyir, əzabı görəndə deyir ki, Allah, mənim hər nəyim var, əlimdən alın, verim sizə, bizə mənim canım qurtarsın. Məaric surəsindədir. Ona görə mümin namazına gərək diqqət eləyə, mümin gələk oturub durduğu adamlara diqqət eləyə, getdiyi məclislərə diqqət eləyə, qata qarışdırmaya, qatıb qarışdırsa, qiyamət günü həsrət çəkəcək. Quran deyir, əgər istəmirsiniz qiyamət günü həsrət çəkəsiniz, bu dünyada gələk, oturub durduğunuz adamları, gedib gəldiyiniz yerləri müəyyən eləyəsiniz. Təbərra və təvəlla deyirlər də, Allaha görə dost, Allaha görə düşmən. Bu bizim furu-i dinimizin vacibatındandır. Allah deyir buna bəli, Allah deyir xeyr. İnsan çalışar bu işlərə inşallah diqqət eləyə. Allah inşallah bizi təvəlla və təbərriya olduğu kimi əməl eləyənlərdən qərar versin inşallah. Bir salavat ehsan eləyək. Bu noyabrındakı 12-sində bir hadisə baş verdi. Gürcüstanın torpağında, yəni bizim ölkəmizdəki orada 20 nəfər rütbəli zabitlər, şəxsiyyətlər, onlar ki, qabiliyyətli adamlar samolyot qəzasında dünyalarını dəyişdilər. Allaha onlardan rəhmət diləyirik. Allah inşallah onları öz behiştinlə müjdələsin. Çünki onlar da elə şəhid hökmündədirlər, hədislərə görə, rəvayətlərə görə. Çünki öz görevlərinin üzərində şəhadətə çatıblar. Ən gözəl ölümdür. Şəhadətdən gözəl ölüm yoxdur. Qırmızı ölüm deyirlər ona hədislərdə. Ən bərəkətli ölümdür. Peyğəmbərlər deyir, təzədən dünyaya gəlməyi istəməz deyir, amma şəhidlər deyir, istəyər. Şəhid deyir ki, o anı mən bir də yaşamaq istəyirəm. O anda ki, ona nə verirlər? Çünki şəhid şahid sözündəndir. Yəni, o görür. Şahid o adama deyirlər ki, hadisəyi görüb. Gəlir, deyir ki, mən bunu gördüm. Şəhid də həmən sözdəndir. Ona Allah nəsə də göstərir həmən an. Deyir, o anı yaşamaqdan ötürü rəvayətdə var. Yeganə şəhid ki, bir də təzədən dünyaya gəlmək istəyir. Təbii ki, dərəcələri var şəhadətin də. Yüksək dərəcəsi var, aşağı dərəcəsi var. Hər halda qardaş xalqa, ölküyə baş sağlığı veririk.
Allah orada ölənlərin ruhunu şad eyləsin. Ailələrinə də Allah səbr nəsib eyləsin. Bu da haqla batilin mübarizələrinin nəticələrindən biridir ki, haqla batil həmişə mübarizədədir. İnşallah, amma haqla mübarizə eləmək var, amma nəticəsi yoxdur. Həmişə Allah haqqı batilə qalib eləyib. Allah Qurani Kərimdə buyurur ki, möminlərə kömək eləmək mənim boynumadır. Ayə bu cürədir. İman əhlinin köməyini Allah Teala deyir, mənim özüm eləyəcəm. Bu olan hadisələr heç vaxt bizi ruhdan salmamalıdır. Regionda, cəmiyyətdə, məsələn, bu ki, regionda fitnəli hadisələr baş verir, müsəlmanların əleyhinə, Qur'anın, İslamın, bunlar bizi süstləşdirməməlidir. Çünki Allahın bizə Qur'anda vədəsi var, öz vədəsini də Allah əməl eləyəcək inşallah. Və selamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu-s-səməd, ləm yəlid və ləm yulad və ləm yəkullahu kufuvan əhəd. Və selamu aleykum və rəhmətullahi və bərəkatuh.